Siz mənə deyin görüm ki, siz gün ərzində nə yeyirsiniz? Əsas məsələ budur. Diqqət bura yönəlməlidir. Biz buralardayıq. Diqqət bura yönəlməlidir. Siz nə yeyirsiniz? Lap tutaq ki, hələ heç gəzməyin. Hələ bir və yaxud da ki, qida, mən hüznüm, axşam xəncər yedim, az miqdarda xəncər, ondan sonra aş və tort var idi, tortu yedim. Mən nə qədər gəzim? Əşi, sən buradan, bax buradan, bu nöqtədən, A nöqtəsindən Merkuriyə qədər, Günəşin ən belə yaxınında olan planetə qədər də gəzsən, bir mənası olmayacaq sənin insulin dirəncinə, bu qidalanma tərzi ilə. Ona görə də sual verəndə, əlbəttə ki, məlumatlandırıram mən sizi ki, sual verəndə bu şeyləri nəzərə alın. Söhbət nə təkcə yürüyüşdən getmir, nə təkcə qidalanmadan getmir. Əgər qidalanma varsa da hökmən fiziki aktivlik olmalıdır. O yoxdursa da bu düzəməlli deyil, tam deyil, natamamdır. Başa düşürsünüz? Ona görə də sizin qidalanmanız ilkin növbədə işin 70-80%-ni qidalanmanız təşkil etməlidir. Qalan artıq üstünə qoyduğumuz həmin o 20-30%, o yürüyüş eləyim, trenajora gedim, yəni işin böyük bir hissəsi qidalanmanın üzərinə düşür, böyük bir faiz.